Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzu izahımız çərçivə sənədinə yeni əlavə olunmuş Brunnerin koqnitiv öyrənmə nəzəriyyəsi, tədqiqat əsaslı öyrənmə nəzəriyyəsinə baxırıq. Baxın, ümumiyyətlə tədqiqat əsaslı öyrənməni bir mahiyyət kimi qısa bir baxırıq ki, burada şagirdin özünün araşdırması, özünün aktiv şəkildə öyrənən tərəf olmasıdır. Ümumiyyətlə bu nəzəriyyədə əsas ideya şagirdin özünün öyrənməsidir. Və yəni burada şagirdin aktiv olması, aktiv şəkildə, yəni sadəcə biliyi passiv şəkildə qəbul edən tərəf yox, özünün tədqiqat etməsi, özünün araşdırması, özünün öyrənməsidir. Və biz görürük ki, bu nəzəriyyə Jean Piaget ilə eynidir. Yəni Jean Piaget də deyirdi ki, uşaq məsələn adi bir velosiped sürməyi istəyirsə, 10 dəfə də o velosipeddən yıxılsa, yenidən özü öyrənməlidir. Eyni zamanda Brunnerə görə də belə idi ki, şagird özü öyrənməli idi hər şeyi. Və biz bunun hər ikisi üçün ortaq cəhətlər də qeyd edirik, fərqli cəhətlər də qeyd edirik. Hər ikisi üçün ortaq cəhət deyirik ki, hər ikisində şagird aktiv iştirakçıdır, yəni passiv tərəf deyil. O araşdıran, tədqiq edən tərəfdir. Fərqli tərəfi isə Piagetdə şagirdin yaşı önəmli idi. Yəni məsələn tutaq ki, 3 yaşlı bir uşağa biz gətirib, məsələn belə deyək də sizə, hissi hərəkət mərhələdə olan uşağa ilkin əməlinin xüsusiyyətlərini öyrədə bilmərik. Məsələn barmaqla hesablamağı öyrədə bilmərik. Və yaxud da konkret əməli olana gətirib formalı öyrədə bilmərik. Və buna görə də onun üçün Piagetdə yaş önəmli idi. Amma Brunnerə görə isə öyrətmək olar. Yəni biz 2 yaşlı uşağa da, məsələn 5 yaşlı uşağın xüsusiyyətini öyrədə bilərik, 5 yaşlı uşağa 10 yaşlı uşağın xüsusiyyətlərini öyrədə bilərik. Lakin bu necə olmalıdır? Yəni burada hər şey şagirdin istədiyi kimi olmalıdır. Yəni biz şagirdə istədiyi kimi təqdim etməliyik o öyrənmə materiallarını ki, şagird onu icra edə bilsin. Və bunu biz şagirdə necə çatdırmağımızdan asılıdır. Ümumiyyətlə deyirik ki, öyrənmənin 3 əsas modeli var. Bu modellər hansılardır? Hərəki model, ikonik model və simvolik modeldir. Hərəki model nədir? Hərəki model aktiv modeldir deyirlər və bu 0-2-0-3 yaşa təsadüf edir. Bu mücərrəd burada hərəkət belə şagirdə öyrətmək istəyiriksə, hər hansı məsələn mücərrəd təfəkkür harda formalaşırdı şagirdlərdə? Formal əməlidə. Amma burada məsələn 0-2-0-3 yaşlı uşağa biz mücərrəd nə isə bir öyrətmək istəyiriksə, bunu hərəki davranışlarla öyrədirik. Yəni burada əsas hərəki bacarıq, hərəkətlər, yəni bizim üçün önəmlidir. Biz şagirdlərə burada nə isə öyrətmək istəyiriksə, hələ hərəkətlərlə izah etməyə, hərəkətlərlə başa salmağa çalışırıq. Uşaq nə isə öyrənmək istəyirsə, toxunaraq öyrənməlidir. İkinci model isə ikonik modeldir. İkonik model isə burada vizual olaraq, yəni şəkil, xəritə, sxem, cədvəl, diaqram, yəni bunların vizual görüntü burada önəmlidir. Məsələn, biz şagirdlərə hər hansısa bir fəsilləri keçmək istəyiriksə, fəsillər dərsini tədris etmək istəyiriksə, artıq ikonik modeldə fəsilləri şagirdə necə tədris edəcəyik? Bunu boş-boş, yəni necə boş-boş mühazirə tipli danışmaqdan, mühazirə tipli danışmaqdansa fəsillərin şəkillərini göstəririk və şəkillərində şagirdlər o xüsusiyyətləri anlayıb baxırlar ki, hər fəslin xüsusiyyəti nədir. Eyni zamanda başqa biz nə isə yəni öyrətmək istəyirsə, güllər barədə öyrətmək istəyiriksə, mövzu olaraq güllərin şəkillərini qoyuruq. Yəni elə bir şəkillər orada seçməliyik ki, mövzu şagirdlərə tam şəkildə əhatəli olsun. Diaqramlar vasitəsilə, sxemlər vasitəsilə öyrədirik. Ən üçüncüsü isə simvolik modeldir. Simvolik modeldə isə dil, riyazi simvollar əsasdır. Məsələn, bayaq deyirdik ki, biz hər hansısa bir simvollardan, riyazi modellərdən istifadə etmirik. Yəni şagirdə biz nə isə öyrətmək istəyiriksə, bunu ya hərəkətlərlə, ya da belə şəkil, xəritə, sxemlərlə, artıq burada normal olaraq yazılı şəkildə, düsturlarla, nə bilim, müxtəlif bizim yol dərs öyrənməsi, məsələn, kimyada reaksiyalarla, bunların hamısını normal olaraq yazıb şagirdə öyrədirik simvolik modeldə. Ümumiyyətlə bu mərhələlər bir-birinə əlaqəlidir. Yəni bir-birinə bağlıdır da və biz ona görə də deyirik ki, bu şagirdlərə mərhələli şəkildə öyrədilməlidir və bunlar şagirdi biz necə cəlb edirik buna? Deyirik ki, baxın, hansı ki bu mərhələdə birinci cəlb etmə olmalıdır. Yəni şagirdlər dəqiq şəkildə bura cəlb olunmalıdırlar, motivasiya düzgün qurulmalıdır. İkincisi şagirdlərə sərbəstlik dərəcəsinin artırılmasıdır. Yəni sərbəstlik dərəcəsinin artırılması nə mənada? Yəni azaltmaq mənasında biz əksinə buna baxırıq da. Yəni bu belə qeyd olunsa da azaltmaq mənasına baxırıq ki, məsələn, tapşırığı sadələşdirməliyik şagird üçün.
Üçüncü istiqaməti qorumaqdır. İstiqaməti qorumaq isə davamlı öyrənməni təmin etməkdir. Necə dedik ki, burada məsələn mərhələli şəkildədir, ardıcıl şəkildədir. Eyni zamanda bu ardıcıllığı qoruyaraq, istiqaməti qoruyaraq öyrətməliyik. Dördüncü dedik ki, əsas xüsusiyyətlərin vurğulanması. Necə ki, mən hər dərsdə sizə izah edirəm, bu sizə düşə bilər, bu qarşınıza çıxa bilər, bu bizim açar məqamımızdır. Eyni zamanda şagirdlərə də öyrədən zaman biz həmin o əsas xüsusiyyətləri, açar məqamları vurğulamalıyıq. Beşincisi, məyusluğun idarə olunmasıdır. Yəni şagirdlərdə səhvlərə qarşı düzgün münasibət göstərməliyik. Şagirdlər səhvlərin ola biləcəyini qəbul etməlidirlər və onlar bilməlidirlər ki, hər zaman düz olacaq deyə bir şey yoxdur. Və altıncısı nümayişdir ki, burada şagirdlərə nümunələrin təqdim olunmasıdır və müəllimin özünün rol model olmasıdır şagirdlərə. Bir də dəyərli müəllimlər, son olaraq bunu vurğulamaq istəyirəm ki, koqnitiv öyrənmə nəzəriyyəsində biz Vygotskyini də görürük. Nəyə görə? Çünki həm Vygotsky, həm də Brunner dilin rolunu əsas götürür. Yəni hər ikisi üçün dilin rolu əsasdır.